Aylıq ödənişi 305 manat olan Melisa Rezidence'də 2 otağa düzəlmə studiya tipli mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsində 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə Milli Onkologiya ilə qarşı-qarşıya yeni inşa olunmuş hündür mərtəbəli binanın 10-cu mərtəbəsində ümumi sahəsi 50 kvadrat olan 2 otaq studiya tipli mənzil təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Videomuzu sonadək izləyin ki, aylıq ödənişi, bu günə olan borcu, neçə il ödənişi qalıb, nə qiyməti nə qədərdir, hamısı haqqında ətraflı məlumatınız olsun. Binanın qazı, suyu, işığı daimidir, mənzilin sənədi kubtadır. Binanın yerləşdiyi ərazi bu ərazidən keçən, yəni 20 yanvar metrosu ərazisindən keçən bütün avtobus xətlərinin dayanacağına demək olar ki, çox yaxın bir əraziyə yerləşir və 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz, biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi küçəsində 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə Milli Onkologiya ilə üzbəüz hündür mərtəbəli binanın 10-cu mərtəbəsində. Ümumi sahəsi 50 kvadrat olan 2 otaq studiya tipli mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir, sənəd kubcadır, liftləri işlək vəziyyətdədir, 24 saat mühafizə sistemi var, yeraltı parkingi mövcuddur. Bina 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə yerləşdiyi üçün bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və bu ərazidə olan bütün yaşayış obyektlərinə də çox yaxın bir ərazidə yerləşir. Dəyərli izləyicilər, indi isə gələk mənzilin qiyməti haqqında məlumat verin. Mənzilin nəqd qiyməti 167 min manatdır. Siz bu mənzili ilkin ödənişlərdə əldə edə bilərsiniz. İlkin ödənişi 111 min manat olmaqla aylıq ödənişi 305 min manatdır. Bu günə olan borcu 56 min manatdır. 25 il ödənişi qalıbdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.